Bu kimdir? Yəqin şəhərdən gələn qızlardandır. Yorulub yatır. Ay qız! Ay qız! Bu başım axıyır, az burada nə yatmışsan? Dur gedək evə! Az dur! Mən qız deyiləm. Görürəm, baxdın getirib ki, qız olmamısan. Yoxsa bu gövdəylə ömür billah evdə qız qalardın. Dur az, eşidirsən? Görmürsən burada istirahət eləyirəm? Boy, sən kimsən? Mən? Məhəmmədəm. Boy, tanımadım. Və familiyen nədir? Məhəmmədov. Və dədənin adı nədir? Məhəmməddir. Məhəmməd oğlu Məhəmmədov. Başa düşdün? Bəxtəvər, bütün Məhəmmədləri yığıb doldurmuşsan üstünə. Axı sən kimsən? Mən? Bu toğuqçuluq firmasının briqadiri. Deyirəm axı, danışmağa adam tapmırsan. Fermada toğuqlarla nə danışasan? Odur ki, bir insan evdarı görən kimi qırsaqqız olub, yapışırsa deyinlər. Bura bax, məndən əliniz, mənim qadın xeylanına xoşum gəlmir. Elə sən də məndən əliniz, mənim də kişilərdən xoşum gəlməz. Kişi görəndə elə bil, yumurtlamayan toyuq görür. Bəs məhəbbət, sevgi, eşq... O nə olan şeydir? Məhəmməd. Başa düşmədin? Yox, düşmədim. Bu saat səni başa salım. Göz qaralır, baş fırlanır, adam solur eşqdən. Gör dünyada nələr olur eşqdən. Mən də sərbəst bir adamam, yoldaşam qadınlara. Polad kimi ürəyim var, sevgi hara, mən hara. Adın nədir? Züleyxa. Aşk olmaz sən ki? Yox ha! Heç bilirsən aşk elədir kişilərin kələyi. Heç bilirsən aşk elədir kişilərin kələyi. Mən semirəm o diləmin cürə yalan deməyi. Qadın kişi bərabərdir, sevgi nədir, aşk nədir. Avaralıq eləmək üçün bunlar bir bahanədir. Adın nədir? Məhəmməd. Söz mü sözdür? Əlbət.